Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Biz bugün qalan mövzunun açıq suallarına baxacağıq. Hansı ki, DİM 2026 informatika test toplusu, mövzu informasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyi. Qalan açıq suallara baxacağıq. Keçək mövzuya, suala. Database sözü ingilis əlifbasına əsasən soldan sağa doğru x sayda simvol sürüşdürülmə üsulu ilə şifrləndi. Daha sonra alınmış şifrin özü də soldan sağa doğru x sayda simvol sürüşdürmə üsulu ilə yenidən şifrləndi. Nəticədə ilkin söz, yəni database sözü, sözü əldə edildi. Buna əsasən x plus y cəminin minimal qiymətini tapan bu da əlifbadır. Baxaq, deməli, database sözü ilk öncə soldan sağa doğru şifrləndi, hansı ki, x sayda sürüşdürülərək hər hansısa bir söz alındı. Daha sonra həmin alınmış söz isə deməli, sağdan soldan sağa doğru, alınmış sözü soldan sağa doğru, yenidən soldan sağa doğru şifrlədikdə, y sayda şifrlədikdə söz yenə qayıtdı. Həmişəki söz oldu, yəni eyni söz oldu. Database. Bu o deməkdir ki, burada heç bir dəyişiklik baş vermədi. Hansı ki, belə deyim ki, biz bu sualda izah eləmişdim ha. Hansı ki, dövr edir, özünə qayıdır ha. Neçə dəfə məsəl üçün dedim ki, burada tamam ki, B hərfidir və ingilis əlifbasında 26 hərf var. Bu 26 hərf o deməkdir ki, 26 K 26-ya bərabər 26 mövqe gəlib dayanacaq özündə, yenidən özündə dayanacaq. İndi burada 500 var idi, burada yoxdur. Bu da eyni qaydadır və bizdən burada minimal qiyməti soruşur. Deməli, burada da baxın, D-dən D-yə keçib, A-dan A-ya keçib, S-dən S-ə keçib. Yəni, eyni sözdür, eyni məsafədir. Buradan da aydındır ki, deməli, bizim minimal qiymətimiz 26 olmalıdır. Misal, bax, D-dən, baxaq, D hərfi burada, buradadır. D hərfindən 26 mövqe məsafədə, yəni 26 mövqe gəlməlidir ki, bu özünə qayıtmalıdır. Daha sonra A hərfindən 26 mövqe getməlidir ki, dərhal özünə qayıtsın. Yəni, bunun minimal qiyməti 26-ya bərabərdir. Deyə bilərsiniz ki, məsələn, başqa qiymət ola bilməzmi? Ola bilər. Misal üçün, elə burada 525 necə ola bilər? 500 ola bilər, amma bizdə burada minimal qiymət soruşduğu üçün cavab 26-ya bərabər olacaq. Yəni, x plus y-in qiyməti 26-ya bərabərdir. 26. Daha sonra uyğunluğu müəyyən edin. Təqdimatın buludda saxlanılması, bərabərsizliklər sisteminin həlli, gün ərzində xəstənin hərarətinin ölçülməsi. Deməli, təqdimatın buludda saxlanılması, baxın, hər hansı bir məlumatın, təqdimatın saxlanılması nədir? İnformasiyanın saxlanılması prosesidir. 1 olacaq B. 2 bir dəqiqə, çox sərgəsiz olur. Qarşısından yazacağam. Aha, 1 deməli olacaq B. 2-yə baxıram. Bərabərsizliklər sisteminin həlli. Həll prosesi, yəni emal prosesi adlanır. İnformasiyanın emalı. Gün ərzində xəstənin hərarətinin ölçülməsi, yəni məlumatın toplanması. Bu da olacaq A variantı. Növbəti suala keçdik. Uyğunluğu müəyyən edin. Qrafik informasiya, mətin, ədədi informasiya. Piroqun hazırlanması resepti. Əlbəttə ki, resept nə şəkildə veriləcək? Mətn şəklində veriləcək. Yəni 2 olacaq A. Futbol oyununun hesabı. Rəqəmlər vasitəsilə, məsələn 2, 3, 4, 5. Yəni rəqəmlər vasitəsilə olduğu üçün bu da ədəd olacaq. Deməli B. Yol hərəkəti nişanı qrafikdir. Riyazi ifadənin qiyməti ədədi. Rəqəmlər olduğu üçün ədədlər, rəqəmlər. Robotun yığılma sxemi olduğu üçün də olacaq qrafik. E variantı. Növbəti suala baxaq. Uyğunluğu müəyyən edin. Deməli, obyektivlik, tamlıq, etibarlılıq. İnformasiyanın cari zaman anına uyğunluq dərəcəsi bu aktuallıqdır. Deməli, alınan və verilən informasiyanın daha aydın, başa düşülən formada olması deməkdir, anlaşılırlıq növüdür. Deməli, xassəsidir.
müxtəlif mənbələrdən alınan informasiyanın üst-üstə düşməsi. Bu isə deməli etibarlılıqdır. Obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Bu tamlıqdır. Baxın, bu olacaq deməli tamlıq. Etibarlılıq burada var imiş də, mən bunu niyə üzərindən xətt çəkdim ki? Aha. Deməli burada C3 olacaq C, etibarlılıq. Obyekt və hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Bu tamlıq olacaq. Deməli, informasiyanın obyektiv gerçəkliyə uyğun olması da bu da obyektivlik xassəsinə aid olacaq. Doğru cavab bu şəkildədir. Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Detektorlar, müfəttişlər, vaksinlər iş qabiliyyətlərini saxlamaqla proqramları elə dəyişdirir ki, onlar viruslara yoluxmuş kimi görünsün. Bu vaksinlərdir. Bu, deməli, vaksinlər olacaq. Virusların çoxalma və zərərvurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur. Bu olacaq, deməli, süzgəc. Süzgəclər, filtrlər olacaq. B variantı çıxdı. Hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir. Bu olacaq müfəttiş. C. Burada necə yazmışam? Burada A variantıdır. Daha sonra təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin duruma qaytarmağa çalışır. Bu doktorlardır. Proqramların və deməli disklərin sistem sahələrinin ilkin yoluxmamış hesab olunan durumları haqqında məlumatı yadda saxlayır, sonra istifadəçini müəyyənləşdirdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir. Bu isə olacaq detektorlar. Detektorlar. E variantı. Doğru cavab bu şəkildə olacaq. Uyğunluğu müəyyən edin. İnformasiyanın emalı ötürülməsi, saxlanılması. Baxaq. Arif boş zamanlarında musiqi dinləyir. Yəni bu Arif musiqini qəbul edir. İnformasiyanın qəbulu prosesidir. Şagird müəllimin verdiyi misalı həll edir. Həll edir, yəni emal edir. Bu olacaq deməli informasiyanın emalı. Verilmiş yazı materialları kompüterin sərt diskindədir. Yəni yazı materialları kompüterin sərt diskində saxlanılır. İnformasiyanın saxlanılması prosesi. Daha sonra televizorda bu gün havanın soyuq olacağı barədə məlumat verildi. Məlumatın verilməsi, yəni məlumat bizə ötürüldü. Bu olacaq informasiyanın ötürülməsi prosesi. Şagird bir neçə mənbədən məlumat əldə etdi. Yəni məlumatı toplanması, informasiyanın toplanması bu da variantlarda yoxdur. Doğru cavab bu şəkildə oldu. Daha sonra uyğunluğu müəyyən edin. Sonuncu sualımız. Obyektivlik, tamlıq, aktuallıq. Obyektin vəziyyəti haqqında düzgün qərar qəbul etmək üçün kifayət etməsi. Bu, əlbəttə ki, məlumatın tamlığıdır. Bu olacaq tamlıq A variantı. İnformasiyanın bir şəxsin fikrindən asılı olmaması, obyektivlik. İnformasiyanın bir neçə mənbədən üst-üstə düşərək uyğun olması, bu etibarlılıq xassəsidir. İnformasiyanın cari zamana uyğun olması, bu aktuallıqdır. Yalnız konkret insanın başa düşə biləcəyi informasiya, bu da oldu, deməli, anlaşıqlı. İnformasiyanın xassəsi. Doğru cavab B, A, D şəklində oldu. Bu qədər. Bu sonuncu sualımız idi. Növbəti izahlarda görüşənədək izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.